Qəşəng bir hava var. Hər vaxtınız xeyir olsun xanımlar. Əslində qəşəng hava var, amma elə bilirəm bu dəqiqə yağış yağacaq. İstədim bugün də belə vlogu başladım sizin üçün. Sabah inşallah Allahın izni ilə yoldaşımı yola salacağıq Naxçıvana. Bildiyiniz kimi yoldaşım hərbiçidir, Naxçıvanda xidmət eləyir. Burada hərbi şəhərcik Tipləcərdə. Burada yaşayırıq biz. Nəysə belə. Ayda o maşın nə sürətli gəldi elə. Yaxşı. Qonşum yazdı ki, Mehriban aşağı düşürük, düşmək istəyirsə düşək, uşaqlar oynasınlar. Mən də düşdüm, onu gözləyirəm gəlsin. Çay hazırlamışam, birazdan gəlib onu da götürüb gələcəm. Biraz oturaq, söhbət eləyək falan, vaxtımız keçsin deyə düşünürəm. Sən onu Raisim? Onu sizlə atacaq. Hə, yer atmışlar zibili. Hə, o. Ehtiyatlı ol, get at zibilə gəl. Yaxşı, gəl. Qıza bax. Xoncaları özdə. Aparaq. Dəmlədim elə, dedim gedək çay çək çöldə. Mən də yazıq üçün. Bunlara dönmüşük lap. Kənan da bu çeymaya bağlı. Rasim də bizdə elədi, narahat olma. Öz əllərimlə sənə görsən çay nə gözəl. Kapçıqlı özdə istədim kapçıq içəsən. Konfetlər gətirmiş. Çox şey yemiş deyənə belə az yemişəm bütün şeyi. Bayramı biraz da. Ha. Ay. Ya Abbas imkan versə çay içəcəyik. Puy. Nə? Yedi. Ha. Nə? Al. Al oradan al, buradan al. Al. Ne diyor kız? Kaynanası kimi gülür. Hoşuma geldi. Benim gibi gülür. Şöyle. Kızlar nəhayət ki bugün mənim əlimin dişi sökülüb. Bu arada söküşüb deyə də bilmədim. Sökülüb bu arada şükür Allaha. Amma qorumaq lazımdır. Həkim tapşırıb. Gəldim gördüm ki aşağıdan yoldaşım bütün evi təmizləyib, qabları yuyub, hamısını çevirib bura. Səliqəli belə. Hə, qapı ilə oynama Rasim. Gəl. Digər otaqları təmizləyib. Hə, otaqları sağ olsun yığışdırıb. Hə, evlər qəşəng. Oh, bəh. Ne gözəl. Uşaqlar ağladılar, həyətə düşmək istədilər deyərəm qızlar. Düşürtdüm həyətə uşaqları. Hə, baxın, bütün evləri, otaqları yığışdırıb. Axşam bacım da gələcək bizə. Sabah demirəm, yoldaşım yola salacağıq deyə. Fikirləşmişdim ki, qızlar, mən yoldaşım getməmiş, bişirərəm belə, mutaki, nə bilim, paxlava filan. Elə oldu ki, dayı alınmadı. Qaynanam sağ olsun, onun elə bir peçkası xarab idi. Özünə təzə peçka aldı, belə hazırlayıb, göndərib bizə pay. Bunu bilir ki, oğlu sabaha yeyib qutaracaq. Bir qazan da belə stalitini göndərib sağ olsun. Qaynatam indi gəlib bizdədir, özü gəlməyib qaynanamın. Yəqin ki, hələ hazırlayır. Belə çay süzüm aparım. Biraz dikişlərə görə hələ tam mən əlimi tərpədə bilmirəm. Elə tərpətməməliyəm də əslində. Qorumalıyam biraz əlimi ki, biçsin. Belə. Özdə qaynamın mutakiləri dadlı olur ha. Qəşəng də hazırlayıb. Baxın nə gözəl. Göz haqqınızı halal edin. Qoyun qəşəng. Bundan bir qab. Oğlu indi ona məhv eləyəcək. Qoyun. Qız döktürmüş. Keçən səfər bundan bir qab qoyub. Belə qəşəng. Mən də gətirib qoydum süfrənin ortasına. Onlardayıq. Bu da yavaş-yavaş boşqabı sürüşdürə oğluna yaxın eləyir. Birdən tam belə boşqabı belə eləmək istəyəndə, oğluna çatdırmaq istəyəndə tutdum. Xeyr ola dedim. O qədər gülmüşdü ki. Yadıma o düşdü yenə. Belə. Hazırlayım. Parımı qoyum süfrəyə. Sağ olsun. Əziyyət çəkib indi. Səhərdən axşama kimi bununla məşğul deyib bayaqdan. Yemeği sözü. Əbəy. Yaxşı bilmə. Çay götür yaxın. Amma budur. Orada.
Abbas. Çəkilməmiş ət vardı. Onu qəşəng çəkdim. İndi isə yaxşıca yoğururam. Kotlet yeyəcəm. Çörəyi biraz bol olub elə bir. Biraz çətin çəkirəm əlimlə, amma da yeyim. Belə yaxşı-yaxşı yoğururam. Əslində kotletimizin yaxşı çıxmasını istəyirsə sizə qızlar, ümumiyyətlə çox yoğurmaq lazımdır. Hələ mən indi başlamışam, amma bacardıqca çox yoğurmaq lazımdır ki, qəşəng çıxsın kotletlər. Telefonla alınmır. Qoyum bir kənara. Tripoddakı qızlar, mən hələ düzələn özümə bir tripod tapa bilmədim də. Günaydın, hər vaxtınız xeyir olsun. Demək, bugün artıq işim çoxdur, hazırlaşacağam. Yoldaşımı yola salmaq üçün artıq onun çantalarını yığmalıyam, paltarlarını bir araya toplayacağıq. Bugün buna ancaq mən də oyandım, üzümü yumuşam, gedim biraz baxım eləyim. Baxım eləyərkən istəyirəm kiçik videoda orada çəkərəm sizin üçün bir şeylər. Belə, Aycan, gələcək indi. O, inansız, bir də bu var. İşe getdi, gələcək. Bir də bu var, qızlar ataları gedəndən sonra neyəcək bu uşaqlar? Ancaq soruşacaqlar. Uşaqların plastinalarını attım yumağa, yorğanlarını, yastıqlarını da atmışam günəşlənsin. Əslində bunların hamısını yuyacağam. Sadəcə indi bu dəqiqə yeri deyil. İstəyirəm havalar biraz da isinsin ki, tez qurusun. Yəqin canan ay falan yuyaram. Hələlik biraz havalansın, plastinaları da yuyulsun, qutarsın. Bunları içəri salıb onları sərəcəm. Təzə plastinalar sərərəm. Öz yataq otağımızdan da çıxartmışam plastinalarını, onları da yuyacağam. Belə. Dətdir ya bays. Ye. Bu ne üzün tuttu? Ye. Bilirəm qızlar, bir çoxlarınız belə eləyirsiniz. Həqiqətən bu çox yaxşı bir şeydir. Hazır belə. Mən özdə təkcə soğanla ət vururam, kartof falan vurmuram da içinə. Soğan, duz istiyor. Bir də şey, ədviyyatlar. Desəm bu bunun qapağı deyil. Böyle. Hop, belə. Götürüm. Desəm budur. Məndə bu qablar çox yaxşıdır. Hə, bu bunun qapağıymış. Belə. Hə, sil, təmiz sil. Bunlara da iş gördürürəm. Buranı da sil, Rasim, yeri sil bunu. Təmizlik salfeti vermişəm əllərinə, işlərini görsünlər. Təmiz. Hə, sil, oraları sil. Ay, sağ ol. Hə. Özdə hava nə qəşəngdir. Belə uşaqların pastellərini atdım. Qəşəng qurusun bunlar. İndi gedim öz pastellərimizi atım, pakroval falan hər şeyi çıxartmışam da, yəni yumağa. Bunlar quruyar, tez quruyar, hava istidir. Günəş əməlizi başlı istidir. Gəldim qızlar, nəhayət ki, üzüm olub qupquru. Gəldim ki, artıq başlayayım da bu üz baxımını eləyim. Bayaqdan görə belə eləyəcəm. Onu elə, bunu elə, artıq gördüm ki, üzüm dartınır. Yumuşam üzümü, heç çəkməmişim üzümə. Tonerdir qızlar, toner belə Sinozun tonikidir. 5%li glikonik asid var tərkibində. Demək, nə edirik? Onu yaxşıca əlavə üzə vurmazdan əvvəl yaxşıca belə çalxalayırıq, sonra bax belə. Çox yaxşı bir şeydir də, yəni toner dərini daim təzə saxlayır, amma elə eləmək lazım ki, göz altına gəlməsin. Əslində sprey şəklində olmağı daha yaxşıdır. Sadəcə mən sprey şəkildə almadım, belə bir şey aldım. Bunu çəkirik üzümüzə, biraz gözləyirik. Biraz gözləyəndən sonra, ümumiyyətlə axır vaxtlar üz baxımına xüsusi yanaşıram deyənə şükür, üzüm düzəlib. Üzüm yaman gündə idi qızlar mənim. Sonra belə New Well firmasından tərkibində arbutin, 4%li də hyaluronik asid olan belə bir serumu götürürəm. Aycan. Belə. Çox şirniyyat yeyirəm axır vaxtlar deyə. Bayramla əlaqəsi yoxdur qızlar. Aycan. Limon get götür. Get götür də Abbas. Getir də.
Get Abbas. Get Rasimə deyil, sən limon versin. Limon xoşlayır, şirin limon da bu. Limandıra. Bir də o günləri qızlar getdim, dırnaqlarımı belə düzəltdirmişəm bu arada belə. Biraz yaz temalı, da güclə düzəltdikdə düzəltdirmişəm. Getdim, lazer elətdirdim. Səhv nə elədim? Xanım dedi ki, bəs Mehriban, üzündə nəsə var? Dedim ki, nəmləndirici var. Nəmləndiricini sildim, silməyinə. Prosto bir dənə səhv orada oldu ki, bir maskara, birisi də liner falan çəkə bilmirəm deyənə hal-hazırda da üzümə. Maskara çəkmişdim və gözümün üst hissələrinə biraz pudra şotqa ilə çəkmişdim. Yadımdan çıxıb o qalıb. Lazerdə yandırdı qızlar. Gözümün kənarında, baxın burada belə bir yanıq var. Bu şeydir, Bepanthen Plus'dur, belə. Onu vururam. Üzümə vurum. Yoldaşım gedir deyənə biraz tutub-tutması. Narahat olur, biraz gərgindir. Ona görə uşaqlarla yola getmir. Bayaqdan didişirlər. Çox, mən deyirsən, bilmirəm. Nəysə, onu çəkdim. Belə, sonra yeniyək. Meyva. Haycan. Bax, oğlanlar üçün deyil, hə? Yox, oğlanlar üçün deyil. Göz altına da çəkim. Üzümü yaxşı nəmləndirib durum digər işlərimi görüm. Aycan. Buna geçeyim. Bu da Faberlic'in göz altı serumudur. Serumu derim, belə də. Ana buna geçeyim. Kremidir. Hə də, hə, oğlum. Tərkibində ilviz şirəsi var. Qəşəngdir, hə. Mən gözün üstünə də vururam ondan. Ana. Baba. Bunu kim aldı? Nədir o? Bunu kim aldı? Bilmirəm, Rasim, mən almamışam. Qoy ora oğlum, qoy. Sen de almışsın. Qoy, xahiş edirəm. Qoy, keç o birə. Baba. Keç. Ana ne yaptın? Yaxşı da, Rasim, keçin. Titi. Bura gəlmirlər, bayaqdan buranı yığışdırıram, gəlmirlər. Elə ki, otururam kosmetikaya, ikisi birdən gəlir. Mənim də xoşum gəlmir ki, uşaqların yanında eləyim düzün desəm. Çünki baxırlar, istəyirlər bir də görsən, oğlan uşaqlar da xoşum gəlmir onu elə olsun. Düzdür, başa salıram, deyirəm ki, bu oğlanlar üçün deyil, qızlar üçündür. Özləri də gördünüz, gəlib deyirlər ki, qızlar üçün. Amma yenə də nə qədər olmasa, oğlan uşağıdır. Yanında elə şeylər eləməyə düzgün hesab eləmirəm. Çünki baxırlar uşaqdır, bu dəqiqə onların elə düşüncə tərzidir ki, inkişaf mərhələsidir. Həvəslilər, elə bilirlər bu doğrudur, bunu eləməyə lazımdır. Çünki qarşılarında ən çox ana fiquru görürlər də oğlanlar. Əsasən də bizim ailədə vəbşi, yoldaşım birisi də işləyir deyə, özü də rayonda yaşayır deyə, vəbşi, yəni Naxçıvandadır deyə, vəbşi bütün gün yəni evdə olmur deyə, onların gözünün önündəki ana fiquru mənəm. İstəmirəm çox bilsinlər. Abbas yaxşı da dayı, Abbas. Dur oğlum, dur. Mən də çəkdim, bir də dodağıma bayzamı çəkmişəm. Günlük mənim baxış deyəmədim yəni. Baxımım budur. Dodaq yağıdır. Çəkdim, bunu gecədə eləyirəm bu prosesi. Səhər də eləyirəm. Belə. Saçlarımı da bir dənə darayım, qəşəng. Topuzumu yığım, durum digər işlərimi görüm yavaş-yavaş. Belə. Elə adam elə belə fresh hiss edir, baxın. Üz belə qəşəng nəmli olur da, xoşuma gəlir. Belə. Qabları yudum qızlar, əlcək taxıram əlimə. Qabları yudum, indi quruluyub yerləşdirəcəm. Aha, öz pastellərim də bitdi. Bu arada atil-batil yandırdım qızlar. Sizə, bizə gözləyənlərin gözü çıxsın deyək. Mən iyini sevirəm. Düzdür, bir xanım mənə yazmışdı ki, çox qara tündür də, bu çox hiss verir. Neyəyə də bitər, yandırdım. Gedim uşaqlara da hərliyim. Burada pakırvalımdır, qoymuşam bura. Bunu da yumağa atacağım bu arada. Bayız. Gəlir? Hadi. Ana gelir. Nənəgil gəlir, baba ilə nənə. Sən də bu. Baba gelir. Babamın cəblərindən qoyacaq, gedəcək. Qaynanamgil gəlir bu arada. Belə. Ay. Hə, onsuz da buranı silməmişəm, bura qalıb. Siləcəm oranı da. Qızlar, bir şey deyim, yandırandan sonra mütləq çölə qoyun ki, bunu çölə çıxsın.
Ümumiyyətlə pəncərələri də açıq qoymaq lazımdır. Çünki pis yandırırıq, pis enerjilər üçün və bu pis enerjilər də evdən çıxsın deyə pəncərələri açıq qoymaq lazımdır. Hə, bu pakravalı trend yoldan almışdım. Çox sevərək də istifadə edirəm. Uşaqlar. Belə qoyum. Deyirdi hamısı. İstananda bir damcı qalır. Hop, belə bağlayım. Çalışdığım qədər qızlar maye halında yuyucu tozlardan istifadə edirəm. Bax bu Omonun. Biz Biləcəridə qalırıq, bildiyiniz kimi Biləcəridə adı nədir? Anar marketdə almışam. 3 manat 90 qəpiyə almışam bu boyun. Bu boydasın. Omodur. Çox qəşəng də yuyur. Belə qoşdum, qoşun. Yuyulsun, bunu çölə sərərəm. Qonşunun zivəsinə sərərəm. Belə. Özümün də plastinalarımı sərdim. Qəşəng, bunlar da qurusun. Qəşəng. Uşaqlarınkini götürdüm. Alanəm idi. İçəri attım, sərdim. Dedim, eyb yox. Qoy şeydir, qurusun. Evdə attım şeyin üstünə. Qapının başına attım. Belə külək var, quruyacaq. Bankalarımda var. Birazdan çıxaram. Pakroval yulandan sonra ora sərəcəm qonşunun zivəsinə. Həm də şey deyəcəm. Bankaları aparıb padvala qoyacağım. Bizdə padval var burada. Deməli biraz təmir elədim ki, şeylə. Deyim görüm necə çıxacaq. Nə qədər eydi? Olcuğu bəsləyən. Evet, səndən onu bəsləyəcəm. Evet. Qəşəng. Bilmirəm, burada da pişirmişəm. Yo, niyə qəşəng dana? Əllərdə sağ. Dünənkilər bunlar çox dadlı idi. Dünən yedik bunlar. İndi bu onun kimi deyildi. Bu xəmir vaxtdadır. Hə. Bundan xoşum gəlmədi. Gəlmədi. Yox. Onu elə oğlana verərəm yeyər. Ona xoşum gəlmədi. Bunlar Elə hamısı bunların paxlavadır. paxlavadır. Hə, yoxsa şeydir. Bunlar yeyərlər. Baxın. Niyə qəşəngdir onu? Baxın, nə qəşəng hazırlayıb. Elişə pay şeyə də Naxçıvana gedəcək bunlar hamısı. Hamısı deyəndə ki, bir qismi. Hə, nə qoyarsın, nə qoyarsın, məndən gətirməkdir. Evet, sesəcikən bunların. Bu arada burada da başlamışam yeməyi hazırlamağa, günorta yeməyi. Özünə gəlsin, bax. Bu tutdu telefonu. Hə, belə. Hər şeyi çıxartmışam. Pomidoru falan. Kartopumu da doğradım. Bir çay çək qəşəng. Deyirsə şey belə balaca çaynikə dəmləyəcəm ona. Onu da içək. Belə. O vaxtı biş düşür, qaynar badından o ölgən. Hə, hə. Hə, Allah. Gördünüz sən oğlu, ölümdən çıxdı taxtdan. Mən çolaqlığım tutub ana, fikir vermirəm. Vermər şey eləyim də. Yo, dəmləyirəm də bir dənə. Hə, o şeydir, nədir, baxma. Uşaq idi, düşəndə nə idi, 15-16 yaşında idi. Elə bunun qaynın arvadı əl qabiliyyəti Çox qəşəngdir, hə, bişirir qəşəng şeylər. Ayda bir piroq bişirir ana, ürəyim gedir o piroqu üçün. Şey, aynı ürəyim. Rulet yemək, yalan deyirəm. Yesən, o da gözəl eləyir. Elə verərsin. Ruleti pişirmişdim sonra gedəndə. O vaxt sən hələ onda yox idin. Hə, inan Allaha güzel eləmişdi. Hə, yox, qəşəng şirniyyatda bişirir. Aynı Əsli ondan ürgənib çox. Hə, ürgənib. Xoşu gəlmir amma, əslin çox belə şirniyyat bişirməkdən xoşu gəlmir amma. Hə, bizim eləmi bax. Təmizliyə çox xoşu gəlir. Təmizlik işlər görsün. Tipi yığadı da. Hə, Allah'ım. Çox xoşu gəlir də, bütün gün yığışdırsın amma şey eləməsin. O barədə. Bir tapıb verəşib oynasın mənə. Qızlar, pakrovalı da gətirdim, çölə sərdim. Bunlar da belə az qalıb quruyur. İndi bankalarımı götürdüm, aparım padvala qoyum. Oy, eşdən kim gəldiniz? Nədir? Hadi. Gidim də, aydə. Hadi de. Sədərsiz? Sədərsiz? Ana. Ən pis seriyasıdır. Gerim ki, bəxtə. Evet. Bunlara ajdara var, ajdara. Nasıl sen de oyna? Nasıl yapacağım bir abbası? Ha?
Ciblə. Əzizim kim yaxşı oynayır, hə? Allah. Sən oynayır. Abi şey ya, tanrım. Can iyi can. Hele kurban olun size. Bir. Hele sen diye oynamağına bak. Can iyi can. Aa, benim sözüm yok. Ama Ya demiştim. Cam atışıyor. Dağıtarsan iyilik. Geçerim. Orayla şeyler. Tutu. orada kar var değil mi? Bu taraftan ha. Qaldır. Deydi. Oradan qaldır hə. Biraz da Aydan görüp kışkırır Aydan. Gelin. ne yapalım? Hara gidiyorsun? İnşallah. Amin de lan. Amin. Yüz defa değilim. Benim yüreğimdendir. Aman tutuşum gelsin. Evin eşiğine saksalam. Sözün əsl mənasını totuşdu. Salamat gelsin Yox, tutuşum. sözün əsl mənasını Hə. totuşdu. Bütün balalar gelsin benim balam olsun. Bir sen çekin. Ora qəşəng. Nə gün deyəm. Nə gün deyəm. Nə qəşəng. Ana, gülü sevinir ki, heç gəlməyib də. Deyirəm demiş bir qoçdan gəlməyib. Bir dakika sen kızdan gel o tarafa. Onu çıkartma burada soğuk olur. Soğuk değil de. Kaşık elinize. Ben şöyle böyle kaşık çıkartıyorum. Bunu görsün. Sen dedim bana. Oradan gideceğim. Ha, nasıl gideceğim? Deyə oradan. Ha? Danıştığında dedim. Ah, sən olsun. Al. Görmüştüm ata. Ben Aycan'ı görmüştüm ki ona göre salladım. Hə, yaxşı elədin. Qabaqdan döyün gelir ha. Ne? Getdilər. Olsun adı signal. Bilim bibi. Signal verir. Yaxşı Abbas. Seni yiyemeyim ben. Bezdirər də yata. Signal ver Abbas. Gel. Ben bile. Gel. Rasim biraz üzülüb, biraz ağlayır. Oğlu. Güzel balam mənim. Git. Nə oldu ha? Can. Hı. Can, Rasim nədir? Bildiyiniz kimi mən Instagramda da, yəni hesabım var. Bəzən təbii ki, hər kəsdən uzaqda bu yaxşı izləyiciləri saymıram, amma o qədər danışım bilməyən insanlar var ki, bir də görürsüz mən nəsə ola bilir də, bəzən imkansızlıq deyirəm, bəzən nədənsə məndə çünki necə var qızlar, elə də paylaşım edirəm. Yəqin ki, bunu YouTube-dan da hiss edirsiniz artıq. Yəni Instagramda da mən bu cürəm. Xoşum gəlmir ki, nəyəsə dəbdəbəli göstərim. Ay bu yox olan bir şey vardı, var olan bir şey yoxmuş kimi göstərən insan deyiləm. İçimdə nə varsa, nə gəlirsə o cürdə paylaşıram. Mənə maraqlı da deyil ki, kim nə düşünür. Çünki mən buyam.
nə effekt olaraq özümü dəyişdirməyə çalışan insan deyiləm, nə bir şey. Nəysə sözümü məğzini o yana qoyuram. Mən bir neçədən patavatsız izləyicilərim vardı ki, hər dəfə yazırdılar ki, hərbiçisiz, filan qədər maaş alır yoldaşınız, filan əlavə maaşlar alır, filan. İnanın, heç bir maaş və mənim indi bu dəqiqə bu oğlumun belə üzülməyinə lazım deyil də, dəymir. Onsuz da deyil, yəni o deyil. Amma yəni belə şeylər də var. Bir də həmişə də təkib yoldaşımın bir sözü var. Həmişə mən belə danışanda, üzüləndə, eləyəndə deyir elə demə, denə vətən sağ olsun. Əlbəttə vətən sağ olsun. Amma həqiqətən hərbiçi ailələr çox əziyyət çəkir. Bizim həyətimizdə mənim adı nədir? Bir qız ailə qurdu, hərbiçi qızı idi. Bax, bugün o söhbəti yeni eləmişəm, qaynanama danışırdım. Deyirəm, o qədər deyirəm ki, xoşbəxt olsun, bütün balalar xoşbəxt olsun. O bir ayrı xoşbəxt olsun deyə dua edirdim. O buradan Vağzalı ilə köçəndə bizim blokdan köçdü. Bilirsiniz niyə? Çünki onlar nə valideyn doya-doya görmürlər, ataya doymurlar da, yəni bu insanlar. Həqiqətən də belədir. Nə bilim, həm çətin, həm şərəfli işdir ailəsi olmaqda, yəni hərbiçi yoldaşı olmaq. Bunu mənim təbii ki, başqaları yox, sırf yəni hərbçilər, ailələr başa düşür bu dediyimi. Başqaları üçün bəlkə də danışarkən belə bu sözlərim toxunmur, o qədər dəymir. Amma bugün mənim üçün belə çətin bir gündür. Qaynatam gil sabah rayona çıxacaqlar. Bildiyiniz kimi qaynanamın anası rəhmətə getmişdi və Qara bayram, yəni Ramazan bayramı da onlara düşür. Qara bayram dedilər də, səhv eləmirəmsə. İnansız qəhər məni boğur, danışa bilmirəm. Nəysə, ora gedəcəklər deyənə qala bilmədilər. Yoxsa qalacaqlar bugün. Rasim həm babasının arxasında üzülüb, bugün həm atasının arxasında üzülüb. Çox üzülürəm amma elə görəndə. Nə bilim, inşallah sabah çalışacağam, başlarını qatın, üzülməsinlər. Vlogu da burada yekunlaşdırıram. İnşallah Allah bütün ailələri qorusun, bütün hərbiçiləri qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin inşallah. Bütün hərbiçi xanımlarına da güc qüvvət arzulayıram Allahdan. Hələ qutqalarını elə bura çıxardıb atmışam, hələ yerbə yer eləyə bilməmişəm. Heç nə. Allah'a əmanət olun. Belə. Bir də bəzi adamlar yazır ki, bəzi xanımlar belə olanda yazırlar, siz niyə Naxçıvana getmirsiniz, siz də gedin. Qızlar, hər şey göründüyü qədər dörd dörtlük deyil. Çətin nüanslar çoxdur. Bir yerdən bir yerə yer dəyişmək də çox asan bir şey kimi gəlməsin sizə. Çox çətindir. Düz deyəcəyiz uşaqlara görə falan. Elə biz uşaqlara görə, uşaqların düzəni, bəzi şeylər var da, indi biz tək burada göründüyü kimi deyil də, arxa kadro var. Əgər bəzi şeylər alınsaydı, inan ki, heç baxmadan, təbii ki, hər şey uşaqlarımız üçün də ən yaxşısı. İnanın ki, elə mən, hələ bir qadın olaraq, yoldaşımı qoyuram bir kənara, yəni bir ailə üzvü olaraq da, bir xanım olaraq yoldaşımı qoyuram bir kənara, ən çox uşaqlarımın lüksünü düşünməyə çalışıram. Ən çox düşünürəm ki, onlar yaxşı olsunlar, onların təhsilləri bir yerdən o yerə getməsinlər. Çünki elə qalsa vallahi heç bilinmir ki, sabah bir gün yoldaşım Naxçıvandan hansı rayona gedəcək. Bu qədərimizdir, o heç. Amma istəmirəm də elə olsun. İstəyirəm ki, uşaqlar üçün yaxşı olsun, bir yerdə məskunlaşsınlar. İnşallah da Allah xeyirli bir qapı açar hamımız üçün.